Gəlin bu videomuzda tək və cüt ədədlər, sadə və mürəkkəb ədədlər haqqında izahlara baxaq. Tək və cüt ədədlər nədir? Natural ədədlər iki qrupa ayrılır. Tək ədədlər və cüt ədədlər. Sonu 0, 2, 4, 6 və 8 ilə bitən ədədlər cüt ədədlərdir. Yine təkrar edirəm. Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər cütdür. Bəs təklər hansıdır? Təklər sonu 1, 3, 5, 7 və 9 rəqəmləri ilə bitən ədədlərdir. Biz bunun qaydasını da belə deyə bilərik ki, 2-yə bölünən ədədlər cütdür, 2-yə bölünməyən ədədlər təkdir. Onu da bilirik ki, 2-yə bölünənlərin sonu 0, 2, 4, 6, 8 rəqəmləri ilə bitir. Burada qeyd olaraq da yazmışam ki, mənfi ədədlər və 0 nə tək, nə də cüt ədəddir. Nəyə görə? Çünki biz bu tək və cüt ədədlərin bölünməsini, qruplara ayrılmasını natural ədədlər üzərindən nəzərdən keçiririk. Yəni, natural ədədlərin qrupudur. Natural ədədlər isə neçədən başlayırdı? 1-dən başlayırdı, sonu yoxdur. Deməli, mənfi ədədlər və 0 nə tək, nə də cütdür. Ən kiçik cüt ədəd neçədir? 2-dir. 2-dən başlayır. 2, 4, 6 sonsuz saydadır. Cüt ədədlər də sonsuzdur, tək ədədlər də sonsuzdur. Bəs ən kiçik tək ədəd hansıdır? Ən kiçik tək ədəd 1-dir. 1-dən başlayır, sonu yoxdur. 1, 3, 5, 7, 9 və s. Tək və cüt ədədlərin ümumi şəkildə formulunu yazası olsaq, bu şəkildə qeyd edə bilərik. Tək ədədin ümumi şəkli 2n plus minus 1, cüt ədədin ümumi şəkli isə 2n'dir. Baxın, buradan da görə bilərik ki, cüt ədədin ümumi şəkli 2n'dir. Yəni, hər bir həddində 2 vuruğu mütləq ki var. Tək ədəd isə həmin bu cüt ədəddən ya bir vahid çoxdur, ya bir vahid azdır. Biz ən kiçik cüt ədəd hansını qeyd etdik? 2'ni qeyd etdik. 2'nin sağında və solunda, yəni 2-dən bir vahid az olan ədəd hansıdır? 1'dir. Bir vahid çox olan hansıdır? 3'dür. Görürsünüz, hər bir cüt ədəddən bir vahid az və bir vahid çox ədəd təkdir. Ümumiyyətcə, tək və cüt ədədlər ardıcıl olaraq bir dəfə tək, bir dəfə cüt olaraq nizamlanır. Biz keçmişdik ki, natural ədədlər üzərində toplama, çıxma, vurma, bölmə əməliyyatları aparmaq mümkündür. Həmin bu natural ədədlər üzərində əməliyyat apararkən, həmin tək və cüt ədədlərin necə dəyişdiyini də izah edə bilərik. Tək ədədin üzərinə tək ədəd gələndə həmişə cüt ədəd verir. Bunu nümunə olaraq da yoxlaya bilərik. Məsələn, 1 üstəgəl 1 bərabərdir 2. Yaxud 3 üstəgəl 5 bərabərdir 8. 2 də 8 də cüt ədəd verir. Bunu hər zaman yoxlasaq, görəcəksiniz ki, bu formulumuz doğrudur. Daha sonra, tək və cüt ədədin cəmi nə verir? Tək və cüt ədədin cəmi həmişə tək verir. Məsələn, 2 üzərinə gələk 5. Neçədir? 7. 7 təkdir yoxsa cüt? 7 təkdir. Burada indi bir nümunə göstərirəm. İstəsəz siz özünüz də yoxlaya bilərsiniz. Gəlin keçək. Cüt ədədin üzərinə cüt ədəd gəldikdə bizə həmişə cüt ədəd verir. Hər hansı ixtiyarı 6 üzərinə gələk 8. Neçədir? 14. 14 necədir? Cütdür. Hardan bildik? Baxırıq, sonuncu rəqəmi 4-dürsə, yəni cüt rəqəmdirsə, onda bu ədəd cüt ədəddir. Biz axı dedik, sonu 0, 2, 4, 6, 8 rəqəmli bitən ədədlər cüt ədədlər hesab olunur. Gəlin indi vurmaya baxaq. Tək ədədə vurduqda həmişə nə verir? Tək verir. 3 vurulsun 5. Neçə etdi? 15. Sonu 5 ilə bitdiyi üçün təkdir. Sonra tək ədədi cütə vursaq nə verir? Həmişə cüt verir. Çünki cüt ədədi ixtiyari bir ədədə tək vurduqda onsuz da cüt verəcək. Məsələn, 5 vurulsun 4. Neçədir? 20. Sonu 0 ilə bitir. Deməli, bu da cütdür. Bunu istəsəz özünüz də yenə yoxlaya bilərsiniz.
Cüt ədədi cütə vurduqda nə verir? Cütü cütə vurduqda yenə cüt verir. 2 vurulsun 2 neçədir? 4. 2 də cütdür, 4 də cütdür. Amma bu qaydaları biz bölmək üçün deyə bilmərik. Bölmədə tamamilə fərqlidir. Necə fərqlidir? Yəni, ola bilər ki, cütü bir dəfə cüt bir rəqəmə bölərəm, ədədə bölərəm, tək verər. Bir dəfə də ola bilər cüt verər. Bu, rəqəmdən asılı olan, ədəddən asılı olan bir şeydir. Yəni, həmin bu xassələrimiz toplama, vurma və qüvvətə yüksəltmə ilə əlaqəlidir. İndi keçək qüvvətə yüksəltməyə. Tək ədədin qüvvəti bizə hər zaman tək ədəd verir. Cüt ədədin qüvvəti isə bizə hər zaman cüt ədəd verir. Nümunə üçün, məsələn, 3 üstü 2 neçədir? 9. 9 təkdir. Sonra istəsəz üstlərin də cüt və təkliyinə baxaq. Eynidir, fərq etmir. Eyni ixtiyari bir ədəddir. Tək və ya cüt olmasının asılı olmayaraq bizə cüt ədəd verir. Tək ədəd verəcək, üzr istəyirəm. 3 üstə gəl 3 üstü 3 27-dir. 27 necə ədəddir? Tək ədəddir. Gəlin indi cüt ədədlərə nümunə görsədək. Cüt məsələn 2. 2 üstü 2 neçədir? 4. 4 cütdür. 2 üstü 3 neçədir? 8. 8 cütdür. Ümid edirəm ki, yadda qalar. Əgər bizə ixtiyari A, B, C, D ədədləri verilmişdirsə və onların hamısı təkdirsə, sizcə onların hasili nəyə bərabər olar? Tək olar, yoxsa cüt olar? Əgər A, B, C, D hər biri təkdirsə, hamısı təkdirsə, onların hasili də tək ədəd olur. Əgər yox, onlardan ən az biri cütdürsə, fərq etmir. 4-ü də cüt ola bilər, 3-ü də, 2-si də, amma ən azı biri cütdürsə, həmin hasil cüt ədəd olacaq. Burada yazılı şəkildə qeyd etdim. Yəni, hamısı təkdirsə tək, yalnız ən azı biri cütdürsə, həmin ədədlərin hasili cüt ədəd olacaqdır. Burada fərq etmir. Yəni, 4 rəqəm də ola bilər, 5 ədəd də ola bilər. Yəni, əsas onların hamısı təkdirsə, deməli, alınan hasil tək olur. Ən az biri cütdürsə, hasil də cüt olacaq. Tək və cüt ədədlərdən izahımız bu qədər. Gəlin keçək sadə və mürəkkəb ədədlərə. Sadə ədədlər nəyə deyilir? Yalnız vahidə və özünə bölünən ədədlər sadə ədədlərdir. Yalnız vahidə, yəni 1-ə və özünə bölünən ədədlər. Məsələn, 5, 13, 17, 23, 31 və s. Burada qeyd etməyi unutmuşam. Qeyd olaraq yadınızda saxlayın ki, 1 nə sadə, nə də mürəkkəb ədəddir. Deməli, ən kiçik sadə ədəd 2-dir. Eyni zamanda yeganə cüt sadə ədəd 2-yə bərabərdir. Yəni, 2-dən sonraki cüt ədədlərin hər birinin bir əlavə bir böləni var. Yəni, 2-yə bölünürlər. Ona görə deyirik ki, ən kiçik cüt sadə ədəd, yeganə cüt sadə ədəd 2-dir. Bəs mürəkkəb ədədlər nəyə deyilir? Mürəkkəb ədədlər 2-dən çox böləni olan ədədlər mürəkkəbdir. Yəni, vahidə bölünə bilir, özünə bölünə bilir. Bir də əlavə ən az bir böləni varsa, həmin ədədlər mürəkkəb ədədlərdir. Və həmin mürəkkəb ədədlər seçərkən biz baxırıq ki, 2-dən böyük olurlar. Biz axı dedik, 2 özü ən kiçik cüt sadə ədəddir və 2-dən böyük olaraq, 2-dən başlayaraq biz mürəkkəb ədədləri seçə bilərik. Məsələn, 2-dən sonra 3 gəlir, 3 sadədir. 3-dən sonra hansı ədəd gəlir? 4, 4 mürəkkəbdir. Sonra 6 mürəkkəbdir. 6 həm 1-ə bölünür, həm 6-ya bölünür, həm də 2 və 3-ə bölünür. Bu şəkildə nümunələr çox çəkə bilərik. 10, 12, 100, 1024, 625 və s. Növbəti videolarımızda bunlar haqqında test izahlarına da baxacağıq. Yekun suallar olaraq biz burada nümunə yazmışam. Ən kiçik tək ədəd hansı idi? Ən kiçik tək ədəd.
Ən kiçik tək ədəd 1 idi. Ən kiçik cüt ədəd hansı idi? 2 idi. Deyirdik ki, 0 və mənfi ədədlər nə tək, nə də cütdürlər. Niyə? Çünki onlar natural ədəd deyirlər. Biz cüt və tək anlayışını natural ədədlərə aid edirik. Sonra natural ədədlər sadə və mürəkkəb olurdu. Sadə ədədlərin tərəfini necə verdik? Yalnız vahidə və özünə bölünürlər. Bəs mürəkkəb ədədlər vahidə, özünə və ən az başqa bir ədədə bölünə bilən ədədlərdir. Yəni 2-dən çox böləni var. Sadə ədədlərin 2 böləni olur. Vahid və özü. Mürəkkəb ədədlərin isə 2-dən çox böləni olur. Buna nümunə olaraq da yenə saya bilərik. 32, 35, 63,